Bismillahirrahmanirrahim. Əziz izləyicilər, biz vaxtaşırı İslam adı ilə qondarılmış təriqətlərin, məzhəblərin, sektaların iç yüzlərini açıb sizə təqdim edirik və dəfələrlə Vəhabi iç yüzləri açılandan sonra özlərini Sələfi və yaxud Əhl-i Sünnə vəl Cəmaə adlandıran bu firqə, kafir firqənin kafir olduqlarını bir daha sizin diqqətinizə çatdırırıq. Biz həm əqli dəlillərlə, həm nəqli dəlillərlə Vəhabilərin kafir olduğunu sizə indi sübut edəcəyik. Hər bir Vəhabi tələbəsini, nə bilim, alimini, Mədinədə beyni korlanmış insanlarını dəvət edirəm ki, mənim bu məntiqi dəlillərimə cavab versin. Təbii ki, cavabları da yoxdur. Bir Vəhabi, adın bilmirəm nədir, Mədinə tələbəsi kimi özün göstərir. Hamı Vəhabilər ondan belə deyə təqlid edirlər, onun ardınca gedirlər. Məsələ haqqında çox danışmışıq. Allah haradadır? Bu sualı çox ünvanlayırlar. Bəzi insanlara deyirsən Allah haradadır, deyir Allah hər yerdədir. Əlbəttə ki, bu sözü demək olmaz, xətadır. Bu söz küfürdür. Yəni, necə Allah harada, hər yerdədir? Quranda Allah Taala səmada olduğunu bildirir bizlərə. Aləmlərin Rəbbi olan Allah. Bəli. Mülk surəsi 16-cı ayədə uca Allah buyurur ki, Əmintum mən fissəmə. Səmada olanın, göydə olanın, sizi yerin dibinə batırmayacağından əminmi oldunuz? Bu ayə açıq-aşkar göstərir ki, Allah Taala özünün səmada olduğunu deyir. Ona görə Allah haradadır sorsa var, Allah səmadadır. İddia edir ki, Allah göydədir. Və hər kəs də desə ki, Allah göydədir, günah edib, səhv edib. Yəni, Allahın hansısa bir məkanda olmasını iddia eləmək, Qur'an ayələrini inkar eləməkdir. Qur'an ayəsini inkar eləyən isə nədir? Kafirdir. Allahdan böyük nəyinsə olduğunu iddia eləmək küfrüdür. İndi gələk məsələlərin üzərinə. Bu Vəhabi alim deyir ki, Allah göydədir. Allah Təbarəkə və Teala deməli, Tələq surəsində, Nisa surəsində bu suala cavab verir. Bu sualın nəqli dəlilləridir. Qur'an bu sualın cavabını verir. Nisa surəsində Allah buyurur ki, Allah Təbarəkə və Teala buyurur ki, وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَكَانَ اللّٰهُ بِكُلِّ شَيْءٍ مُحِيطًا. Göylərdə və yerlərdə nə varsa Allaha məxsusdur. Allah hər şeyi əhatə eləyir. Hər şeyi əhatə eləyir. Yəni yerləri, göyləri, səmanı, maddi dünyanı, mənəvi dünyanı, hər şeyi əhatə eləyir. Yəni bir varlıq ki, hər şeyi əhatə eləyir, o onun içərisində ola bilməz. Əhatə etdikləri onun daxilindədir. Bu bir. İkincisi, Tələq surəsi 12-ci ayədə Allah Təbarəkə və Teala buyurur. Allahullezî xələqə səb'əs-səmavati və minəl-ərd mislihunnə. Allah deyir, 7 qat göyləri və onun kimi 7 qat yerləri xəlq etmişdi, yaratmışdı. Yətənəzzəlul umura beynəhunnə litə'ləmû. Siz biləsiz deyə ora, yer və göyə əmirlərini nazil elədi. Allahu innəllaha əla kulli şeyin qədir. Allah hər şeyə qadirdir. Və ennəllaha qəd əhətə bi kulli şeyin ilma. Yəni Allah bütün şeyləri əhatə eləyir. Hər şeyi əhatə eləyir. Özü yaradıb, özü də onu əhatə eləyir. Bu da onu göstərir ki, hər şey Allahın əhatəsindədir. Demək ki, Allah səmadədir, bu ayələri inkar etmək deməkdir. Deməkdir ki, Allah ərşidə, kürsünün üstündə oturub, bu ayəni inkar eləməkdir. Allahı kiçildib ərşə sığdırıblar, kürsünün üstünə sığdırıblar. İndi gəlin buna məntiqi dəlillə yanaşaq. Ayə deyir ki, Allah hər şeyi yaradıb. Yəni biz də bilirik ki, səmaları, yerləri, göyləri yaradan Allahdır. Yaxşı, belə bir sual olunur. Allah yerləri, göyləri, səmanı, ərşi, kürsünü yaratmamışdan qabaq hardaydı? Əgər səmada idisə, səmanı yaratmamışdan qabaq hardaydı?
Bu bir. İkincisi, biz deyir ki Allahu Ekber. Ekber yəni en böyükdür. Ondan böyük heç bir şey yoxdur. Əgər səma böyükdürsə və Allah onun içərisindədirsə, onda Allahu Ekber sözü hara gedir? Yəni bu bir fiziki qanundur ki, böyük kiçiyin içinə girə bilməz. Kiçik böyüyün içində qərar tutar. Əgər Allah böyükdürsə səmaya necə sığdı? Səmanın içərisində necə yerləşdi? Və yaxud Vəhabilər iddia edir ki, Allah ərşdən səmaya inəndə yeri boş qalır. Deməli, ərş də Allahdan böyüdür, səma da Allahdan böyüdür ki, Allah oradan bura gələ bilir. Yəni, bütün bunlar onu göstərir ki, bu kafir qövm insanları küfrə doğru sürüklüyür. Allahı kiçildirlər. Allah onda olur ki, Əs-səmau əkbəru minəllah məazəllah. Estağfirullah, billah deyir ki, səma Allahdan böyükdür ki, Allah onun içərisində yerləşib. Yəni, bu əqli və nəqli dəlillər qısa və məntiqi formada sübut edir ki, Vəhabilər kafirdir. Səmanı Allahdan böyük hesab eləyənlər kafirdir. Allahı hansısa bir məkanda qərar vermək küfrüdür. Digər ayədə də bu ki, Allah hər şeyin, bütün məkanları yaradan Allahdır. Bəs Allah məkanı yaratmamışdan qabaq harda olur? Görürsünüz ki, əziz izləyicilər, bu dəlillər onu göstərir ki, Vəhabilər, özlərini Sələfi, Əhl-i-Sünnə vəl Cəmaə adlandıran Vəhabilər kafirdir, onların İslam'a heç bir adiyyatı yoxdur. Hələ bu, bunların ağıllısıdır. Mən elə o danışığını bilməyən qaməti, ondan dünən inkar elədiyim, bugün qəbul eləyən Rəşadı, nə bilim, Əlxanı, Məlxanı bunları demirəm. Bunlar onlardan da kafirdirlər. Yəni, bütün bunlar onu göstərir ki, əziz izləyicilər, bunların İslam dininə heç bir adiyyatı